Bu səhifəni açmadan öncə demək olar ki, illərlə türk blogerlərinin, öz blogerlərimizin səhifələrini izləmişəm. İstər belə qonaqlıq olsun, istər belə süfrə açmaq olsun. Düzün desəm ən çox türk blogerlərinə baxırdım. Fərqli-fərqli. İndi düzdür. Artıq işlərim özümün o qədər çoxalıb ki, indi bəzilərinin adı belə yadıma gəlmir. Amma elə səhifələr var ki, həqiqətən də hər gün onlardan yeni bir videonun çıxmasını gözləyirdim. Çünki harasa bir qonaq getmələri, necə deyim, hər şey belə sanki çox səmimiliklə çəkirdilər. Yəni hər şey olduğu kimi. Səhifə süfrə açmaq, ondan sonra nə bilim stolu bəzəmək, evə qonaq gələndə fərqli-fərqli çeşidlərin bişirilməsi. Çox şeyi demək olar ki, mən onlardan görüb götürmüşəm. Yəni özləri burada olmasa da, heç mənim videom qarşılarına çıxmasa da belə, həqiqətən mən o blogerlərin səhifələrindən çox ilhamlanmışam. Hətta bəzən biz bura köçəndə, biz bura köçməmişdən öncə də mən bura aldığım çox şeyləri təsəvvürümdə bəzi kuxnaları, bəzi mətbəxləri, onların əşyalarını düşünüb elə alırdım, elə düzüb qoşurdum. Trendyolda məsələn baxırdım hansısa bir bloger mətbəxinə, ən çox da mətbəxi yəni bəzəmişəm də mən. Baxırdım ki, mətbəxinə yeni bir şey alıb, baxırdım büdcəmi, əgər yoxdursa yığırdım və o şeyi zakaz eləyirdim. Xoşum gəlirdi əgər bir şeydən. Bu artıq bir günləri bizə ev verilməyə xəbəri gələndə belə qərar verdim ki, mən də belə bir səhifə açacağam, əl yeməklərimi paylaşacağam. Düzdür, illərlə WhatsApp statusunda nə bişirirdimsə, istər tort olsun, istər şirniyyatlar olsun, istər fərqli-fərqli yeməklər olsun, həmişə reseptlərimi paylaşırdım. Və demək olar ki, bütün valideynlər hamısı bir ağızla dedilər ki, sən bir səhifə aç da, yəni sən həqiqətən səndə o potensial var, o bacarıq var. Və bir gün doğrudan düşündüm ki, mən bunu edəcəm. Və yeni bir səhifə açdım. Düzdür, orada mətbəximiz, köhnə evimizdə mətbəximiz köhnə idi. Şərait buna yol vermirdi, icazə vermirdi. Amma mən artıq, onda biz artıq yeni ev alacağımız xəbərini almışdıq. Və düşünürdüm ki, həqiqətən öz evimdə bunları daha da, necə deyim, daha da gözəl şəkildə edəcəm. İstədiyim kimi süfrə açacağım, istədiyim kimi qonaqlarımı qarşılayacağım. Həm də istər-istəməz ailə ilə bir yerdə yaşadıqda, istər qaynana olsun, istər qaynatı olsun, istər baldız olsun, yəni öz ailəndən başqa kimlənsə bir yerdə yaşayanda, sən nə qədər istəsən də evində, necə deyim, tam azadlığına, tam sərbəstliyi istədiyin qonağı qarşılaya bilmirsən. Amma elə ki, özün yaşayırsan, özün olursan, orada artıq öz əlin, öz başın oldu. Vəssalam, öz istədiyin kimi süfrəni açırsan, öz istədiyin kimi də qonaqlarını qarşılayırsan. Dünən mənim ad günüm idi və bizə baldızım, bacım qonaq gəlmişdilər. Əslində düşünürdüm ki, o qədər maraqlı bir video çəkəcəm, o qədər maraqlı bir video düzəldəcəm. Amma elə oldu ki, işlər o qədər çox oldu ki, nə başımı qaşımağa zamanım olmadı, nə süfrəni özüm aça bildim, nə düzə bildim. Uşaqlar etdilər deyə artıq heç cür yəni çəkə bilmədim. Və yanıma rəfiqələrim gəlmək istəyirdilər. Mənə hədiyyə almışdılar, onu gətirib vermək istəyirdilər. Mən də düşündüm ki, dedim gəlin səhər görüşək, səhər yeməyinə oturaq bir yerdə. Həm deyək gülək, rahat olaq. Çünki bu günləri özüm yemək eləyirəm, tort eləyirəm. Yəni elə vaxtımız olmayacaq. Amma sabahları biz bir yerdə otursaq, həm deyib güləcəyik, həm də mən də rahat olacağam ki, qonaqlarımla bir yerdə otura bildim. Onlar da razılaşdılar. Çünki onlar da elə bir yerdə oturmaq istəyirdilər ki, yox sən də özün otur da. Mən də ondan bir gün qabaq bilinciklər etmişdim. Ondan sonra tort eləmişdim, aş eləmişdim. Amma səhərə gələcəkdilər deyə, səhər tezdənə gələcəklər. Yəni uşaqları məktəbə qoyduq. Hamımız gəldik ki, rahat oturaq. Düşündüm ki, qəşəng bir səhər yeməyi süfrəsi açım. Əslində çox şey etmək istəyirdim. Amma zamanım çox az idi. Çünki biz 9-10 yaşlı uşaqları məktəbə qoyuruq və ondan sonra saat 10-da da biz görüşəcəkdik. 1 saat yarım vaxtım var idi. Aparıb uşaqları qoymaq, çörək falan almaq, harca 9-a qalmış gəldim evə çıxdım. Tez süfrəni açmaqla başladım. Runerlərimi düzdüm, boşqablarımı düzdüm və keçdim mətbəxə. Toyuqlu göbələkli blinçiklər etmişdim, amma qızartmamışdım. Birazına da zavarnoy krem edib şirin etmişdim. Bunları başladım qızartmağa. Bir tərəfdən də pankek etməyə qərar verdim. Dedim pankek edim. Yəni çox qəşəng yaraşacaq süfrəmizə. Bir tərəfdə pankeklər edirdim, bir tərəfdən də
birinciklərimizi qızardırdım. Əslində bir də siqara börəyi etmək istəyirdim, amma istədiyim lavaşı tapa bilmədim. Düşündüm ki, bu yumrularla edə bilərəm, amma gördüm ki, yox, heç onlarla da, yəni çox xırda-xırda alınır. Ona görə də elə kvadrat şəkildə büküb, pendirlə ispanağı elə yağda qızartdım. Bu gördüyünüz 6 güşəli qabı, onu da mən blogerlərdə görmüşdüm və onu Trendyoldan həvəslə sifariş etmişdim. Amma təəssüf ki, hələ elə bir şey olmamışdı ki, onu işlədim. Düşündüm ki, gün elə bugündür. Mütləq onu işlədəcəm. Bir tərəfinə yağ, pendir, qatlaşdırılmış süd, bal, qaymaq, bir də gül mürəbbəsi qoydum. Əslində belə türk stilində bir süfrə açmaq istirdim. Düşündüm, kartof da qızardım, fri kimi. Onu da yeyərik. Sonra dedim, yox, şirniyyatlar hara, o hara. Nəsə yaxşı da uyğun bir-birinə gəlməyəcək. Biraz da zeytun almışdım. Bir kənarlarına da zeytun yığdım. Əslində bu taxtalı qablardan o qədər almaq istəyirəm ki, taxta altlıqlı qablardan. Ümumiyyətlə əvvəllər aldığım çox qabları indi düşünürəm ki, alanda yəni bahalı qablar almağa ehtiyac yoxdur. Valla bir müddətlikdir. Həm də insanın da gözü yorulur. Düşünürəm ki, artıq onları dəyişim, yeniliyim, ya satım, ya nəsə də onun yerinə artıq təzələrdən alım. Çünki eyni boş qablarla insan yorulur. Həm də ki, artıq mətbəximin demək olar ki, bütün şkafları dolub deyə artıq alıb qoya da bilmirəm. Heç elə bir yerim də yoxdur. Çünki ümumiyyətlə bu evə köçəndə artıq heç bir şey gətirmədim mən ki, çox əşya mən istəmirəm. İndi də ki, hamı da mənim qab-qacağa, həm də sunumlar edirəm deyə, istər-istəməz evimə gələn hər kəs də mənə mütləq qab-qacaqla bağlı nəsə bir hədiyyə gətirir. Artıq qoyacaq da yerim yoxdur. Düşünürəm ki, bugün artıq düşündüm, köhnə qablarımı, boş qablarımı çoxunu satacağam və onların əvəzinə yeni çıxan modellərdən alacağam. Az olsun, amma həm də gözüm də yorulmamış olsun. Bu çörək qabını da dünən baldızım mənə ad günümə hədiyyə getmişdi. Onu da gətirdim. Üzərinə çörək düzdüm. Və süfrəni indi kasıbın olanından belə yığdım. Bir tərəfləri pankekləri qoydum. Bir tərəfə də dünənləri Napolyon tortu eləmişdim. Qızlar elə ən əsas Napolyon tortu yeməyə gəlmişdilər ki, biz elə Napolyon tortundan saxla çay içəcəyik. Çünki üçü də Napolyon tortunu çox sevəndilər. Mən də elə tortu kəsən kimi onların payını kəsdim, götürdüm. Qızlara getdim, kofe də aldım. Kofeyi, kimsəsi acı kofe. İndi bir dənə də çay dəmləyək. Təzə çaynikimdə. Elə yanımıza qoyacağım. Dəmini az atacağım. Yanımıza qoyacağım ki, oradan süzək içək. Burada qəşəng müxəkkili çay dəmlədim. Yanımıza qoyacaqydıq. İlk dəfə şüşə belə, sırf şüşədən olan çaydan almışdım deyə. Biraz narahat idim ki, birdən partlayar eləyər. Amma şükür Allaha ki, hər şey yaxşı çıxdı. Bunu bitkilərlə də dəmləyəcəm. Bu çayniki sırf əslində onun üçün almışam. İlk siftəsini də bugün etdim. İnşallah ki, daha gözəl, fərqli şeylər dəmləyərik. Dəmimizi də qoydum, stəkanları da qoydum. Hər şey hazır. Qaldı qonaqlarımın gəlməyi. Yəqin indilər də gələrlər. Qızlar, qonaqlarım da gəlib. Mikail bəy də gəlib. Salam. Hello. Güzel günlere gələk. Allah uzun ömür versin, sağlam can versin. Balaların hər zaman gözəl günlərini görəsən. Sağ ol Ürəyim, çox sağ ol. Toyunun, nişanı, şirinliyini yeyib biz də gələk iştirak edək. Amin inşallah. Amin inşallah. Bütün hamımızın ballarımız üçün. Az yaxşı ki qarşılıqlı nə yaxşı ki mən sizi tanımışam. Sən bizdən sonra sən Tatlı yeməklər pişirirsən, tatlı. Deməli yanımda oturan o günlər məhz orada yazıb ki, mən qızdığa götürdən olar, gəlim sən qızın oğlum. Gəl, sevə. Gəl. Allah gözü pozmasın. Amin inşallah. Həmişə bir-birimizin yanında olaq. Amin. Pis gözləri qurğuşun. Amin. O deyirəm, mən həmişə deyirəm ki, o yaxşı günümdə, pis günümdə ki, yanımda olmasa o dost deyil. Əlbəttə ki. O yaxşı gündə hamı yanında olur. Çətin gündə. Düzdür. Həqiqətən mən xəstə olanda Günel həqiqətən mən əziyyət çəkirəm. Az dəlidir, az elə şey olmur. Elə söhbət verir. Bəli, qızlar mənə hədiyyə alıb gətiriblər. Baxaq görə, bu da gəlin xırda-xırış ceyizlər. Az bu nə qəşəng, bu nə qəribə bir şeydir. Az bu nə qəribə bir şeydir. Biri hamı bilir ki, mən qab həvəskarıyam da. Qab da geçə qabı. Ayda, nə gözəl bir şeydir bu. Ay qızlar.
Əlinizə sağlıq. Allah ciblərinizi dolu eləsin, cibinizi. Çox gözəldir. Özü də tam bizə həm dəstlərimə uyğundur. Necə də bəyəndim. Əla. Çox qəşəng. Bir bu işte. Sağcan işte. Sağ ol, Qəşəng ailəm. toplar Çox şey. sağ ol. Sonra nə bilim, Napoleonlar elə. Deyən o birisi nədir? Bəs çox bəyəndim. Deyən görməz o birisi karışanlar da görür. Çox gözəldir. Amma Allah haqqında heç vaxt bundan almaq istəmişəm. Gör, ay ürəyim. Amma tək cəmi demişdi ki, belə şey istəyirəm, ayaqlı, toqqabı. Çox gözəl. Sən seçmisən? Sənin zövqünü bilir də, qız bilir də. Az. Mən istədim. Aslında bunu almışdıq birinci. Hə. Sonra Pərvin ikizin hədiyyəsini bir elədi. Bunu sən istəmişdin, mən də görüm. Hə. Az al. Ay Allah. Ayda çox Eyniyəm, mən də gözəldir. ki. Mən keçən bunu Aygün gildə gördüm. Dedim Aygün bundan birində özüm alacağım. Çox qəşəngdir. Ay qızlar. Baxın. Qəşəngdir. Bir boşdur, bir Çox boş. gözəl. Sağ ol. Qəşəng bir olsun içində. Sağ ol. Ürək. Orada gedib siz öpəcəm. Onu mən də görmüşdüm deyənə. Hə, O ürəyimdə Bunu qalmışdı. görmüşdüm, onu istəyirdim. Çox sevdim. Sağ ol, ürəyim payın çox olsun. Sağ ol. İçi dolu olsun Sağ həmişə ol, şirin başına yaşlarla. dönərəm. Amin, amin. Diyələrini də çox bəyəndim. Bizə gəlməkləri də bir başqa ürəyimi açdı. Mütləq bu videonu izləyəcəklər. Qızlar, nə yaxşı ki varsınız.